Uşaqlar, siz deyə bilərsinizmi ölkə başçımız kimdir? Şərqin ilk respublikası. Ölkə başçısını kim seçir? Demokratik və müstəqil ölkə. Xalq necə seçir? Gün və gün ucalan və çiçək. Bəli, səs vermə üsuluyla. Səs vermə necə aparılır? Gizli Respublika aparılır. günün Bu günlərin biz sinif nümayəndəsi seçəcəyik. Sinif nümayəndəsi namizədlər var. O namizədləri seçərkən kim hansını seçirsə, orada yerlər var, onları işarələyəcək. Və seçdiyiniz, yazdığınız vərəqləri, sizə vərəqlər paylayacağam. Yazdığınız vərəqləri də gətirib seçdiyinizə atın. Sonra səsləri sayarıq, görək neçə nəfər, kim qalib gəlir, kim səs vermədə udur, onda onu müəyyən etmiş olarıq. İndi bu yüzdən sizə mən namizədləri göstərim. Namizədlər Leyla, Rahim, Tuncay, Yasin, Şərabanı, Səlim. Namizədlər baxırlar. Mən bunları sizə paylayıram. Bir-bir. Paylayandan sonra sizin öz namizədliyinizi kimi seçirsinizsə, orada işarələyin, amma eləyin ki, bir-biriniz görməsin. Buyurun. Respublika günün mübarək. Görək kimi seçəsiniz. Hələ ki, heç nə gəlməyin, mən lazım olmasa sizi çağıracağım. Buyur. Şərqin ilk respublikası. Demokratik və müstəqil ölkə. Gün və gün ucalan və İndi uşaqlar, çiçəklənən səs vətən. verməni gizli şəkildə götürün, kimi istəyirsiniz, seçin. Həmən uşağın adına işarələyin, bax Ayşə. Bax buradan ürəyin kimi istəyir, seç. Gizlicə qatlayın, gətirin atın seçki qutusuna. Seçki qutusun, mən gözləyirəm. Başlayaq, bir-bir sıra-sıra, bir-bir sıra-sıra. Gəlin, qatlayın, atın içərisinə. Demokratik və müstəqil ölkə. Bir-bir. Gün və gün ucalan və çiçəklənən Görək kimi seçəsiniz. Qatlara da bir də qatlara. Respublika Qatlara. günün mübarək. Aha. Qatlara. Şərqin ilk respublikası. Demokratik və müstəqil ölkə. Hamı səs Gün və verdi. gün ucalan və İndi gəlin bu səsi ataq, baxaq görək kim qalib gəldi. Azərbaycan. Şərban sən gəl. Respublika günün Yox, bir də Uğur gəlsin. Açın, səsləri sayaq. Görək kimin səsi çoxdur. Kimin səsi çoxdursa, onu seçmiş oluruq. Şərqin Aha, ilk şunu bir kənara qoy, o tərəfə respublikası. kənara qoy. Ay, sağ ol. Bu səsləri açın. Demokratik və müstəqil ölkə. Yasinin səsini bura qoy. Gün və gün ucalan və çiçəklənən vətən. Tuncay da böyle. Azərbaycan. Respublika Tuncay. günün Ay aman. mübarək. Bax uşaqlar, yaşı 18 yaşı tamam olanlar rəngəsə belə səs verirlər. Eşitdiniz? Namizədlər olur, namizədlərə də. Şərabanın ayrı. Şərqin ilk respublikası. Demokratik və müstəqil ölkə. Tuncay, Yasin. Hələ ki bunlar gəl. Gün Tuncay. və gün ucalan və Bu. çiçəklənən vətən. Azərbaycan. Səlim də ayrı qoy. Respublika günün Bu qədər. mübarək. İndi gəlin baxaq. Səlimin neçə səsi var? Qoy kənara. Yasin'in neçə səsi var? İki səsi var. Baxın görürsünüz Yasin. Respublikası. Şərabanın neçə səsi var? Sayın görək. Demokratik və müstəqil ölkə. Aha, Tuncay'ın səsini sayaq. Gün ucalan Sayın. və çiçəklənən vətən. Azərbaycan. Respublika günün mübarək. 8, 9. Demək ki, kimin səsi çox oldu? Tuncay səsi çək. Şərqin ilk Tuncay gəl özünü təqdim et. respublikası. Demokratik və müstəqil ölkə. Gün və gün ucalan və çiçəklənən vətən. Azərbaycan. Bugün mən səni seçdik, sinif nümayəndəsi. Sinifimizdə uşaqların hamısı demək olar ki, yaxşı oxuyur, rəqabət gedir. Amma sən bir addım onlardan, bir addım sən onlarda biraz qabaqdasan. Bunlar sənə çatıblar, sən bir addım onlardan qabaqdasan. O yüzden sən təbrik edirik, sinif nümayəndəsi seçildin. Tuncay bir alqış ya. Gün və gün ucalan və çiçəklənən vətən. Əyləşin.